Salam, hər vaxtınız xeyir olsun. İmpulsun saxlanma qanunu adlı mövzu ilə davam edirik. Baxaq birinci suala. Eyni istiqamətdə hərəkət edən iki cismin mütləq qeyri-elastiki toqquşmasından sonraki sürətləri hansı ifadə ilə təyin olunur? M1 və M2 cisimlərin kütlələridir, V1 və V2 isə onların sürətlərinin modullarıdır. Eyni istiqamətdə hərəkət edən cisimlər. Bunlardan birinin kütləsi M1'dir. M1 kütləli cisim V1 sürəti ilə sağa doğru hərəkət etdiyini fərz edək. Digər cisim isə, yəni M2 kütləli cisim isə V2 sürəti ilə bu da sağa doğru hərəkət edir. Çünki məsələnin şərti bizə deyir ki, eyni istiqamətdə hərəkət edirlər. Bunların impulslarını tapsaq, eyni istiqamətdə hərəkət etdiyi üçün sistemin toplam impulsu bu ikisinin cəminə bərabərdir. Yəni M1 V1 üstəgəl M2 V2'ye bərabərdir. Bunlar mütləq qeyri-elastiki toqquşandan sonra bir cisim kimi hərəkət edirlər. Bir cisim kimi hərəkət etdikləri üçün onların impulsu eyni bir cismin, yəni M1 üstəgəlinsin M2 cismi kimi impulsa sahibdirlər və bunların sahib olduqları sürət İkisinin bir yerdə sahib olduğu sürətə məsələn V' deyə bilərik. Yəni bu toqquşmadan sonraki sürətdir. İmpulsun saxlanma qanununa görə başlanğıc impuls son impulsa bərabərdir. Düsturları bir-birinə bərabər edirəm. M1 V1 üstəgəl M2 V2 bu başlanğıc impulsdur. Son impuls isə M1 üstəgəl M2 vurulsun V''dir. Bax, sistemin bu son sürəti, yəni cisimlərin birlikdə sahib olduğu sürət V' biz buradan tapırıq. V' bərabərdir. Bu mötərizənin içərisindəki M1 üstəgəl M2'ni məxrəcdə yazıram. Geri qalanı isə, yəni M1 V1 üstəgəl M2 V2'ni isə kəsrin surətində yazıram. Buradan da sualımızın cavabı olur. M1 V1 üstəgəl M2 V2 bölünsün M1 üstəgəl M2. Yəni sualımızın cavabı D variantıdır. İkinci sualda deyir ki, qarşı-qarşıya hərəkət edən iki cismin mütləq qeyri-elastiki toqquşmadan sonraki sürətləri hansı ifadə ilə təyin olunur? Qarşı-qarşıya hərəkət, yəni əks istiqamətdə hərəkət etdiyi üçün bunların impulslarını çıxmağımız lazımdır. Yəni yazıram M1 V1 çıxılsın M2 V2. Bu sistemin başlanğıcda impulsudur. Daha sonra toqquşmadan sonra onlar bir cisim kimi hərəkət edirlər. Qeyri-elastiki toqquşduqları üçün bir cisim kimi hərəkət edirlər, yəni kütlələr toplanılır və yazılır V'. Bu da sistemin son impulsudur. Başlanğıc impuls ilə son impuls bir-birinə bərabər olacağı üçün biz buradan V' tapanda yazırıq V' bərabərdir. M1 üstəgəl M2'ni məxrəcdə yazıram. M1 V1 çıxılsın M2 V2'ni isə yazıram kəsrin surətində. Sualımızın cavabı olur. M1 V1 çıxılsın M2 V2 bölünsün M1 üstəgəl M2. Yəni E variantı. Üçüncü sualda qarşılıqlı təsirdə olan iki cisim qapalı sistem təşkil edir. Qarşılıqlı təsirdən sonra birinci cismin impulsu bir istiqamətində yönələrsə, İkinci cismin impulsu hansı istiqamətdə yönələr? Başlanğıcda cisimlərin sürətinin sıfıra bərabər olduğunu, yəni cisimlərin sükunətdə olduğunu deyir. Cisimlər başlanğıcda sükunətdədirsə, o zaman onların başlanğıc impulsları da sıfıra bərabər olmalıdır. Qarşılıqlı təsirdən sonra birinci cismin impulsu yuxarı doğru, yəni bir istiqamətində yönəlirsə, ikinci cismin impulsu aşağı doğru yönəlməlidir. Niyəsini soruşsaq, səbəbi budur ki, yuxarı doğru P1 impulsu varsa, aşağı doğru P2 impulsu varsa, bunların biri yuxarı, biri aşağı olduğu üçün ikisinin toplamı sıfıra bərabərdir. P bərabərdir 0. Başlanğıc impulsu nə qədər idi? 0 idi. Son impulsu nə qədər oldu? 0 oldu. Buna görə qarşılıqlı təsirdən sonra birinci cismin impulsu yuxarı doğru yönələndə, ikinci cismin impulsu onun əksi istiqamətində, yəni aşağı doğru yönəlməlidir. Bu səbəbdən dolayı da sualımızın cavabı A variantıdır.
Dördüncü sualda qarşılıqlı təsirdə olan iki cisim qapalı sistem təşkil edir. Qarşılıqlı təsirdən sonra birinci cismin impulsu bir istiqamətində olarsa, ikinci cismin impulsu hansı istiqamətdə olar? İlk növbədə cisimlərin başlanğıc sürətlərinin sıfıra bərabər olduğu verilir. Başlanğıc sürətlər əgər sıfıra bərabərdirsə, o zaman cisimlərin başlanğıc impulsu da sıfıra bərabərdir. Başlanğıcda impuls sıfıra bərabərdirsə, qarşılıqlı təsirdən sonra da impuls sıfıra bərabər olmalıdır. Əgər birinci cismin impulsu sağa doğru yönəlirsə, ikinci cismin impulsunun sola doğru yönəlməsi məcburidir. Çünki bunların impulslarının toplamı sıfıra bərabər olmalıdır. P1 sağa doğru, P2 sola doğru və sistemin ümumi impulsu sıfıra bərabər olmuş olur. Bu səbəbdən dolayı da sualımızın cavabı olmalıdır A variantı. Növbəti sualla davam edirik. Qapalı sistem təşkil edən və bir-biri ilə qarşılıqlı təsirdə olan iki cismin sürətləri arasındakı əlaqə V2 bərabərdir 5V1-dir. Bu cisimlərin impulsları arasında hansı münasibət doğrudur? Qapalı sistem təşkil edən və bir-biri ilə qarşılıqlı təsirdə olan iki cismin impulsları bir-birinə bərabər olmalıdır. Yəni bunlardan sürətləri arasında hansı əlaqə olursa olsun, onların impulsları mütləqdir ki, bir-birinə bərabər olsun. Sualımızın cavabı C variantıdır. Növbəti sualda qapalı sistem təşkil edən və bir-biri ilə qarşılıqlı təsirdə olan iki cismin kütlələri arasındakı münasibət M1 bərabərdir 3M2 şəklindədir. Bu cisimlərin impulsları arasında hansı münasibət doğrudur? Qapalı sistem təşkil edən və bir-biri ilə qarşılıqlı təsirdə olan iki cismin impulsları bir-birinə bərabər olmalıdır. Yəni P1 bərabərdir P2-dir. Burada kütlələr arasındakı münasibət nə olursa olsun, onların impulsları bərabər olmalıdır. Yəni sualımızın cavabı D variantıdır deyə bilərik. Növbəti sualda üfüqi müstəvi üzərində kütləsi 2M və sürəti 2V olan cisim kütləsi M, sürəti V olan cisimlə mütləq qeyri-elastik toqquşur. Toqquşmadan sonra cisimlər modulca hansı sürətlə hərəkət edəcəklər? Bayaq biz yazmışdıq, qarşı-qarşıya hərəkət edən cisimlərin toqquşmadan sonraki sürətləri, yəni sürətinin modulu M1 V1 çıxılsın M2 V2 bölünsün M1 üstəgəl M2 şəklində təyin olunur. M1 V1, yəni 2M vurulsun 2V. Bu olur 4mv. Bax 4mv budur. Digər isə kütləsi M, sürəti V. Yəni mv də budur. 4mv-dən mv-ni çıxanda qalır 3mv. Məxrəcdə isə kütlələri toplayırıq. Kütlələrdən biri 2m, digəri isə m-dir. 2m və m-in toplamı 3m-ə bərabərdir. 3m-lər buradan ixtisar olunandan sonra geriyə qalır bu cisimlərin birlikdə sahib olduqları sürət V. Yəni sualın cavabı A variantı olmalıdır. 8-ci sualla davam edirik. Üfüqi müstəvi üzərində kütləsi M və sürəti V olan cisim, sükunətdəki M2 kütləli cisimlə mütləq qeyri-elastik toqquşaraq V/3 sürəti ilə birlikdə hərəkət edirlər. İkinci cismin kütləsi nəyə bərabərdir? Bunların toqquşmadan sonraki sürətlərini V' bərabərdir. Yalnız birinci cisim impulsa sahib olduğu üçün M1 V1'i yazırıq. Daha yəni M1'in kütləsində M verib buna M yaza bilərik sadəcə. M vurulsun V yazırıq və daha yazmağa bir şey yoxdur. Çünki ikinci cismin sürəti sıfırdır. Bunu yazmağa gərək yoxdur. Məxrəcdə isə kütlələri toplayırıq. M1 kütləsini M qədər verib, M2 kütləsini isə biz bilmirik. O zaman M1'in yerinə M yazıram, M2'nin yerinə də elə M2 yazıram. Çünki bu kütləni biz bilmirik. V'-in yerinə də, yəni birlikdə hərəkət etdikləri sürətə də V/3 yazıb. Yazıram V/3 bərabərdir. MV bölünsün M üstəgəl M2. Bax, buradan V'lər ixtisar olunandan sonra geriyə nə qalır? Geriyə qalır 1/3 bərabərdir. M bölünsün M üstəgəl M2. Burada məxrəc 3 olmalıdır. Yuxarı isə bir dənə M olmalıdır. Yəni məxrəcdə 3M olmalıdır. Ki buradakı 3'ü versin. Məxrəcdə 3M olması üçün M üstəgəl M2 bərabərdir 3M yazsaq, buradan M2'nin 3M'dən M'i çıxarıq və 2M qalar. Yəni M2'nin 2M'ə bərabər olduğunu görərik. 9-cu sualda
Mütləq qeyri-elastiki zərbədən sonra kürələr necə hərəkət edəcəkdir? Mütləq qeyri-elastiki zərbədən sonra kürələrin necə hərəkət edəcəyini bilmək üçün V' bərabərdir. Yazıram M vurulsun V. Yəni birinci cismin sahib olduğu impuls kütləsi M, sürəti V. İkincisinin sürəti olmadığı üçün buna heç nə yazmırıq. Bölürəm məxrəcdə kütlələrin cəmi. Kütlələrdən biri M'dir, kütlələrdən digəri də M'dir. O zaman yazıram M üstəgəl M. Bu da bərabərdir. Kəsrin surətində MV, kəsrin məxrəcində isə, bax burada MV'dir, kəsrin məxrəcində isə M ilə M'in toplamı, yəni 2M. M'lər gedəndən sonra V bölü 2 qalır. Yəni cisimlər V bölü 2 sürətlə hərəkət edəcəklər. Sağa doğru mu, sola doğru mu? Təbii ki, birinci cisim sağa doğru hərəkət etdiyi üçün ikinci cismi də qarşısına qatacaq və hər iki cisim V bölü 2 sürəti ilə sağa doğru hərəkət edəcəkdir. Yəni sualımızın cavabı C variantıdır deyə bilərik. Davam edirik 10-cu sualla. Mütləq qeyri-elastiki zərbədən sonra kürələr necə hərəkət edər? Yazıram V' bərabərdir. Birinci cismin impulsu MV qədər. Yazıram MV bölünsün. İkincinin impulsu varmı? Yoxdur. Çünki sürət sıfırdır. O zaman məxrəcdə kütlələrin toplamını yazıram. Kütlələrdən biri M qədər, digəri də M qədər. O zaman yazıram M üstəgəl M. Bu da bərabərdir. MV bölünsün 2M. Buradan V' bərabərdir. M'lər sadələşəndən sonra geriyə qalır V bölü 2. Yəni, bu cisimlərin birlikdə sahib olduğu sürət V bölü 2'ye bərabərdir. Hansı tərəfə? Təbii ki, sola doğru. Çünki bu cisim sola doğru hərəkət edirdi. Birinci cismi də qarşısına qatıb sola doğru birlikdə hərəkət edəcəklər. Hər ikisi V bölü 2 sürəti ilə sola hərəkət edəcəklər. Davam edirik neçənci sualla? 11-ci sualla. Qapalı sistem təşkil edən kürələr mütləq qeyri-elastiki toqquşmadan sonra nə olar? Baxaq görək. Bax, V' bərabərdir. İndi bunlar qarşı-qarşıya hərəkət etdiyi üçün yazıram birincinin impulsu 3mv, yəni kütləsi M sürəti 3v olduğu üçün 3mv oldu. Bunu da 3m'i V'yə vuranda bu da 3mv olur. 3mv çıxılsın 3mv bölünsün kütlələrin toplamı. Yəni M üstəgəl 3m. Buradan 3mv'dən 3mv'ni çıxanda 0 olur. Nəticədə cisimlər toqquşmadan sonra dayanarlar deyə bilərik. 12-ci sualla davam edirik. Qapalı sistem təşkil edən kürələr mütləq qeyri-elastiki toqquşmadan sonra. Deməli, birinci növbədə biz bunların son sürətini tapmaq üçün V' bərabərdir. Birincinin impulsu M vurulsun 2V'dir. O zaman yazıram 2mv. Digərinin impulsu da 2m vurulsun V'dir. 2m kütləsidir. Sürəti də sola doğru V'dir. O zaman bunu da yazıram 2 və nəticədə kəsrin bərabər olmuşlar. 2mv'dən 2mv'nin çıxdıq 0 bərabər oldu. Məxrəcdə də kütlələrdə M-dən 2 toplam, yəni 3m'dir. O zaman bu cisimlər birlikdə sahib olacaqları sürət sıfır olmalıdır. Bu deməkdir ki, cisimlər toqquşmadan sonra çünki onlar ilk impulsu bərabərdir, son impulsları da sıfıra bərabər olmalıdır. Yəni sualımızın cavabı Y variantıdır deyə bilərik. Növbəti sualda şaquli istiqamətdə yuxarı atılmış mərmi trayektoriyanın ən yüksək nöqtəsində partlayaraq iki qəlpəyə ayrılır. Qəlpələrdən biri bir istiqamətində hərəkət edərsə, digər qəlpənin hərəkət istiqamətini müəyyən edin. Trayektoriyanın ən yüksək nöqtəsi demək, burada impulsun sıfıra bərabər olacağı anlamına gəlir. Çünki yuxarı atılmış cisim trayektoriyanın ən yuxarı nöqtəsində dayanır. Dayanırsa sürəti sıfırdır, sürəti sıfırdırsa impulsu sıfırdır. Qəlpələrdən biri bir istiqamətində hərəkət edərsə, qəlpələrdən digəri bunun əksi istiqamətində, yəni 4 istiqamətində hərəkət edər. Çünki bir istiqamətində hərəkət edən qəlpənin impulsu müsbət P-dir, əks istiqamətdə hərəkət edən qəlpənin impulsu mənfi P-dir, müsbət P və mənfi P-nin toplamı da sıfıra bərabərdir. Yəni nəticədə digər qəlpənin hərəkət istiqaməti 4 istiqamətində olmalıdır. Sualımızın cavabı da B variantıdır deyə bilərik. Şaquli yuxarı atılmış mərmi trayektoriyanın
en yukarı nöqtəsində kütlələri M1 bərabərdir M və M2 bərabərdir 2M olan qəlpəyə parçalandı. Partlayış anında qəlpələrdən birincisinin sürətinin modulu V olarsa, ikincisinin sürətinin modulu nəyə bərabər olar? Trayektoriyanın ən yuxarı nöqtəsində bu cisim dayanır. Dayandığı üçün sürəti 0 olur. Sürəti 0 olduğu üçün impulsu da 0-a bərabərdir. Impulsun saxlanma qanununa əsasən deyə bilərik ki, sola doğru olan impulsa, məsələn, mənfi P desək, sağa doğru olan impulsa müsbət P deyə bilərik. Yəni, mənfi P və müsbət P-nin toplamı 0-a bərabərdir. Yəni, bunların impulslarının modulları bərabərdir. Yəni, ikisi də P-dir. Sadəcə biri əks istiqamət olduğu üçün buna mənfi P deyirik, digəri də sağa doğru olduğu üçün müsbət P deyirik. İndi hər ikisi P-yə bərabər olduğu üçün, yəni impulslar bərabər olduğu üçün biz sürəti tapanda V bərabərdir P bölü M deyə bilərik. Yəni sürət kütlə ilə tərs mütənasib asılıdır. Məsələn, burada deyir ki, partlayış anında qəlpələrdən birincisinin sürətinin modulu V-yə bərabər olarsa, bunun sürətinin modulu V-dirsə, digərinin sürəti V bölü 2 olmalıdır. Niyə? Çünki sürət kütlə ilə tərs mütənasib asılıdır. Kütləsi kiçik olanın sürəti böyük, kütləsi böyük olanın isə sürəti kiçikdir. Yəni, kütlələr 2 dəfə fərqlənirsə, sürətlərin də 2 dəfə fərqlənməsi lazımdır. Və kütləsi böyük olanın sürəti 2 dəfə kiçikdir. Növbəti sualda da eyni qaydada, burada da M və 3M olan qəlpələrə parçalanıbmış. Deyir ki, partlayış anından qəlpələrdən birincisinin sürəti V olarsa, bunun sürəti V olarsa, bunun sürətinin V bölü 3 olması lazımdır. Çünki impulsu tapanda bura MV alınmalıdır. Buranı da 3M V bölü 3'ə vuranda burada MV alınır. Biri sola doğru mənfi MV, biri sağa doğru müsbət MV, mənfi MV və müsbət MV-nin toplamı 0-a bərabər olur. Çünki trayektoriyanın ən yuxarı nöqtəsində impuls 0-a bərabər olmalıdır. Bizdən deməli ikinci qəlpənin sürətini soruşmuşdu. İkinci qəlpənin sürəti V bölü 3'ə bərabərdir. Sualımızın cavabı A variantıdır. 17-ci sualla davam edirik. Şaquli yuxarı atılmış mərmi trayektoriyanın ən yüksək nöqtəsində 3 qəlpəyə parçalanır. Qəlpələrdən ikisi eyni impulsla M və N istiqamətində uçurlar. Bax, biri M istiqamətində, biri N istiqamətində uçurmuş. Qəlpələrdən üçüncüsü hansı istiqamətdə hərəkət edər? Təbii ki, üçüncüsü, baxın, bu istiqamətdə hərəkət etməlidir. Nəyə görə? Çünki bu M ilə M-in ikisinin toplamı 5 istiqamətindədir. 5-in əksi istiqamətdə, yəni 3 istiqamətində olmalıdır ki, toplam impuls 0-a bərabər olsun. Sualın cavabı Y variantı. V0 bərabərdir 30 metr bölü saniyə sürətlə şaquli yuxarı atılmış 4M kütləli cisim atıldıqdan 2 saniyə sonra daxili patlama nəticəsində 3 qəlpəyə ayrılıb. Deyir ki, 3-cü qəlpə necə hərəkət edər? Bax, atılandan 2 saniyə sonra deyir. 2 saniyə sonra sürətini tapaq. V bərabərdir V0 çıxılsın JT. V0, yəni başlanğıc sürət 30-dur. Yazıram 30 çıxılsın. J-nin qiyməti 10, T-nin qiyməti də 2. 30-dan 20-ni çıxanda buradakı sürət olur 10 metr bölü saniyə. Deməli, partlamamışdan əvvəl bu 3 dənə qəlpənin bir yerdə sürəti 10 metr bölü saniyədir. Kütlə nə qədərdir? 4M kütlədir. Kütlə 4M, sürət 10 metr bölü saniyə. İndi biz burada 4M-i 4 kiloqram kimi düşünsək, 4-ü ona vuranda bura eləyir 40. Yəni, bu cismin başlanğıcda impulsu P ilk bərabərdir 40-dır. Sonda da 40 olmalıdır impulsun saxlanma qanununa əsasən. Sola doğru nə qədər var? Mənfi 2MV. Sağa doğru nə qədər var? Müsbət 2MV. Mənfi 2MV ilə müsbət 2 toplamı 0-a bərabər. Onlar bir-birini aparır. Yəni sağa doğru olanla sola doğru olan bir-birini aparmış olur. Nəticədə geriyə bir dənə yuxarı M kütləli cisim qalır. M kütləli cisim indi hansı sürətdə hərəkət edər deyir. M zaten bunun kütləsidir. İndi deyirdik ki, ilk impuls 40-a bərabərdir. O zaman bunun sürətini biz 40 götürməliyik ki, 40 M-ə bərabər olmuş olsun. Deməli, 40 metr bölü saniyə sürətlə yuxarı hərəkət edər. Sualımızın cavabı Y variantı olmuş olar. 19-da. Kürələr mütləq qeyri-elastik toqquşmadan sonra 2,5 V sürət ilə birlikdə hərəkət edirlər. İkinci kürənin kütləsi M olarsa, birinci kürənin kütləsinin hesablayın. Deməli, ümumi düstur necə idi? V' bərabərdir. Bir dənə xatırlayaq. M1, V1. Eyni istiqamətdə hərəkət etdikləri üçün müsbət yazıram. M2, V2 bölünsün bunların kütlələrinin toplamı. Yəni, M1 üstəgəl M2. V', yəni onların birlikdə sahib olduğu sürət 2,5 V'dir. 2,5 V'ni yazdım burada. Bərabərdir. Birinci kürənin kütləsini bilmirik. Buna M1 yazıram. Sürəti 3V qədərdir. M1 vurulsun 3V. Üstəgəl. İkinci kürənin kütləsi M, sürəti V qədər. O zaman buna yazıram MV.
bölünsün M1 üstəgəl M2. M1'i biz bilmirik, M2'nin yerinə M yazırıq. Bax, buradaki V ilə, burada V mörtəzə xaricine çıxandan sonra bu V'lər gedir. Geriyə nə qalır? 2,5'i də məxrəcə vuraq. 2,5 vurulsun M1 üstəgəl 2,5 M bərabərdir. 3'ü M1'ə vuranda 3 M1 üstəgəl bir dənə də burada M var. Deməli 2,5 M1'i bu tərəfə atanda 3 M1'dən 2,5 M1'i çıxarıq. Olar 0,5 M1 bərabərdir. 2,5 M'dən də bir dənə M'i çıxanda qalır 1,5 M. Buradan M1 bərabərdir 3M yaza bilərik. Yəni 1,5'i 0,5'ə bölərik, 3M alınar. Deməli birinci kürənin kütləsi 3M'ə bərabərmiş. Sualımızın cavabı C variantıdır. 20. sualda sürtünmə olmadan hamarsətdə eyni sürətlə hərəkət edən M və 2M kütləli cisimlər K nöqtəsində mütləq qeyri-elastik toqquşur və birlikdə hərəkət edirlər. Bu cisimlərin toqquşmadan sonraki hərəkət istiqamətlərini müəyyən edin. İndi M kütləli cisim nə deyir? Eyni sürətlə hərəkət edir deyir. Bu da V sürəti ilə hərəkət etmiş olsun, bu da V sürəti ilə hərəkət etmiş olsun. Kütləsi M qədər, sürəti V qədər. Bunun impulsuna məsələn P desək. P. Digəri kütləsi 2M, sürəti V, yəni 2MV. Buna biz 2P deyə bilərik. 2P biraz daha böyükdür. Bu ikisinin birlikdə hərəkət edəcəkləri istiqamət, bax bu istiqamətdir. Bunu paralelogram qaydasından deyə bilərik ki, bu iki dənə cisim bu istiqamətdə hərəkət edəcəklər. Yəni hansı istiqamətdə? Təbii ki, 2 istiqamətində. Niyə 3 istiqamətində olmadı? Bunu da aydınlaşdıraq. Əgər aşağı doğru P, sağa doğru da P olsaydı, tam sanki kvadratın diagonalı ilə, yəni mərkəzi ilə getmiş olardı. Bu kvadrat şəklində göstərilmiş hissənin mərkəzi ilə gedərdi. Amma 2P daha böyük olduğu üçün, yəni 2MV daha böyük olduğu üçün biraz daha yuxarı ilə getmiş olur. Yəni 2 istiqamətində gedir. Buna görə də sualın cavabı B variantı olmuş olur. Gəldik açar sözlərə. Açar sözlərdən hansı ardıcıllıqla istifadə etməklə mətni tamamlamaq olar? Sistemə daxil olan cisimlər yalnız bir-biri ilə qarşılıqlı təsirdə olub, başqa cisimlər ilə qarşılıqlı təsirdə olmazsa, belə sistem qapalı sistem adlanır. Sistemi təşkil edən bütün cisimlərin impulslarının həndəsi cəmi həmin sistemin tam impulsu adlanır. Cisimlərin qarşılıqlı təsiri nəticəsində onların impulsları dəyişir. Qapalı sistem təşkil edən cisimlərin impulslarının vektorial cəmi sabit qalır. Bu ifadə impulsun saxlanma qanunu adlanır. Deməli, sualımızın cavabı oldu 4, 1, 3, 2, 5. 4, 1, 3, 2, 5, yəni sualımızın cavabı B variantıdır. Beləliklə, bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.